quşların nənə babalarını Afrika səhralarından Bakıya 6 il qabaq gətiriblər. Ukraynada, Türkiyədə firmaların təcrübəsini öyrənib burada Bakının yaxınlığında bir dəvə quşu ferması yaradıblar. Amma quşlar Bakının suyuna, havasına asan öyrəşməyiblər. Burada onların nazını bir neçə il çəkməli olublar. İndi fermada 500-ə qədər quş var. Onların boyu orta hesabla 2 metr yarım, çəkiləri 110-120 kilodur. Yəni əcdadları kimi. İlk baxışda səhra quşları şəhər havasına öyrəşmiş kimi görünür. Amma quşlara qulluq edən Nuri Haqverdiyev deyir ki, 6 il keçsə də quşlar hələ də burada qəribdilər. Böyük quşlar belə səsə dözmürlər də. Böyük maşında zadı trasa keçəndə ürkürlər, özlərini stres keçirlər, aparırlar, vururlar tufarazada, turbeyazada, çırpırlar, əti zadı göyərir. Ona görə bunları meşəlikdə zadı da, Afrikada da görürsən, çöllükdə də, yəni təbii orada. Vətəndən ayrı həyat bu sərvi boylu, pəhlivan cüssəli quşlara bəzi vərdişlərini də yadırğadıb. Məsələn, Bakıda dəvə quşular vəhşi təbiətdə olduğu kimi təhlükə hiss eləyəndə başlarını torpağa salıb gizlətmirlər. Amma bir xüsusiyyətlər var ki, onu nə zaman, nə məkan bu nəhəng quşlardan ala bilməyib. Yəni, 2 dənə dişiyə bir erkəkdir. O erkəyini ayırdım, başqa bir erkək saldınsa, o dişilər o erkəyə qəbul eləmir. Yəni, bunlarda hissiyat da çox güclüdür. O erkəklə cütləşmir, ta yumurtlamaq olmur. Nur deyir ki, bura təzə işə düzələndə dəvə quşlar başqa yad adamlar kimi onu da yaxın buraxmırlarmış. Yeri gəlmişkən dəvə quşu təpiklə öldürücü zərbələr vurur. Amma Nuru deyir ki, quşlar indi onu özlərinə arxa bilirlər. Bir dəfə Şəmkirdən gələn alıcılar dəvə quşlardan birini alıb aparıb. Kəndə quş düşdü, özünü yerə çırpdı. Sonra da bunlar vurdular birinə, dedi, mən təpikləməymiş, mən özüm durub özəcəm. Quşa bir dənə əlim belə vuran kimi qalxdı, quş qaçdı onların əlindən. Qaçan kimi hərəsi bir tərəfə başladı, quş bunların üstünə hücum elədi. Nəsə mən getdim qabağına, quş gəldi mənim yanıma, elə əlimdən tutdum, gətirdim, setqəyə saldım. İndi mən çıxıb gəlmək istəyirəm, quş dalımca çıxır. 3 dəfə saldım setqəyə, dalımca çıxdı. Sahibkarlar bu firmanı açmaqlarına peşman olublar. Həkim Məhəmməd İsayev deyir ki, Bakılılar da dəvə quşunu qəbul eləmədilər. Dəvə quşu əti nə qədər xeyirli olsa da, Azərbaycanda onu alan yoxdur. Beləliklə, onlar Bakıda sonuncu dəvə quşu olacaqlar. Firmanı bir neçə aya bağlayacaqlar.